2025-ci il mayın 20-si Sabirabad prokurorluğundan İlkin Ələkbərova zəng gəlir. Telefonda qısa cümlə deyilir. Morqa gəlməlisiniz. Morqda bir meyit var. 3 gün əvvəl mayın 17-sində evdən çıxan 16 yaşlı Nuranə Ələkbərova isə həmin vaxtdan yoxa çıxmışdı. Ailəsi onun harda olduğunu bilmirdi. İndi isə zəng hər şeyi dəyişirdi. Hadisənin kökü isə 2024-cü ilin iyun ayına gedib çıxır. Bura TV11, adım Sərdar Amindir. Başlayaq. 2004-cü il təvəllüdlü Seyid Rəsul Talıbzadə ilə 2009-cu il təvəllüdlü Nuranə Ələkbərova 2024-cü ilin iyununda tanış olurlar. Rəqəmlər çaşdırmasın, həmin vaxt Nuranənin 15 yaşı var idi. Onlar könüllü, razılıq əsasında ailə qurmaq barədə razılaşırlar. Elə həmin ilin oktyabrın 18-də Azərbaycanın ikinci dəfə müstəqillik qazandığı tarixdə balaca Nuranənin müstəqilliyinə son qoyulur. Şirvan şəhərində Ağsaray Şadlıq Sarayında toy mərasimi keçirilir. Rəsmi nikah bağlanmır, amma onlar ər-arvad kimi yaşamağa başlayırlar. Bu münasibət 2025-ci il mayın 17-sinə dək davam edir. Əslində isə bu tarixə qədər də tam davam eləmir. Yəni, qısa müddət sonra qızın atası Nuranəni evlərinə aparır və Nuranə atasının evində yaşayır. Seyid Rəsul deyir ki, Nuranə TikTok sosial şəbəkəsində şəxsi fotolarını paylaşırdı. Instagramda tanımadığı şəxslə yazışırdı. O, xəyanətdən şübhələndiyini bildirir, dəfələrlə bağışladığını, amma münasibətlərin gərgin qaldığını qeyd edir. Qısqanclıq artıq adi söz deyil, təhlükəli düşüncəyə çevrilir. Mayın 17-si və son yol. Mayın 17-sində Seyid Rəsul Nuranəni Bakı şəhərinin Nardaran qəsəbəsində tapdığı iş yerinə aparacağını deyərək taksi ilə Şirvan şəhərindəki evindən götürür. Valideynlərinə Bakıya gedəcəklərini bildirir. Onlar əvvəlcə Şirvan parkında təxminən 2 saat gəzirlər. Daha sonra yenidən Nuranənin anasının, yəni ata evinə qayıdırlar. Evdə heç kim olmur. Bundan sonra Seyid Rəsul tanımadığı bir taksi tutur və Sabirabad rayonu Güdəcühür kəndi ərazisindəki Tuqay meşəsinə, yəni yulğunluğa tərəf gedirlər. Seyid Rəsul Nuranəyə buradan Kəsə yolla Bakı yoluna çıxacaqlarını deyərək onu Kür çayının sahilindəki ağaclıq sahəyə aparır. Orada aralarında son söhbət baş verir. Seyid Rəsulun ifadəsinə görə Nuranə onun şərtləri ilə razılaşmır. Sən heç kimsən, anam bilər, mən bilərəm dediyini iddia edir. Gecədir, ətrafda heç kim yoxdur. O arxadan yaxınlaşır, sağ qolunu Nuranənin boğazına dolayır və sıxmağa başlayır. Təxminən 10-20 dəqiqə Nuranə müqavimət göstərə bilmir və səssizlik, kürün axını, yulğunluq və 16 yaşlı bir qızın bitən həyatı. Seyid Rəsul onun öldüyünü əmin olduqdan sonra bir müddət yanında gözlədiyini deyir. Daha sonra meyidi Kür çayının gür axan hissəsinə atmaq məqsədi ilə çay sahili boyunca təxminən 2 kilometr onu belində daşıyaraq suya atdığını bildirir. Həm öz, həm də Nuranənin telefonunu da çaya atdığını deyir. Lakin iş materialları ətrafında səslənən iddialardan birinə görə hadisə bundan bir qədər fərqli baş verib. İddiaya əsasən Seyid Rəsul Nuranəni öldürdükdən sonra meyidi dərhal çaya atmayıb, Kürün sahilində qoyaraq ərazidən uzaqlaşıb. Bildirilir ki, o bir gün sonra yenidən həmin yerə qayıdıb, meyidi təxminən bu zaman 2 kilometr məsafədə belində daşıyaraq çayın daha dərin və gür axan hissəsinə atıb. Bu versiya rəsmi ittihamla təsdiqlənməsə də, hadisənin ilkin baş verdiyi vaxtlarda mətbuatda qeyd edilən müzakirələrdə bildirilirdi. Etiraf və ittiham zamanı başlayır.
Seyid Rəsul evə qayıdır, paltarını dəyişir, anasına işləmək üçün Bakıya gedəcəyini deyir və atasından yol pulu alır, 2 gün çöldə gəzir. Sonra artıq bu gəzintinin bir nəticə vermədiyini başa düşərək polis şöbəsinə gedərək törətdiyi cinayət barədə məlumat verir. Allahın verdiyi canı aldığım üçün peşmanam deyir ifadəsində. İstintaq orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 120.1 və 152.1-ci maddələri ilə ittiham elan olunur. O qəsdən adam öldürmək üzrə özünü qismən təqsirli bilir. 152.1-ci maddə ilə isə özünü təqsirli bilmir. Nuranənin 17 yaşında olduğunu düşündüyünü deyir. Rəsmi nikah bağlamaq istəsə də yaşa görə mümkün olmadığını deyir. Bir növ özü özünü təksib edir. Salyan rayonlararası psixiatriya xəstəxanasında və Respublika psixiatriya xəstəxanasında qeydiyyatda olduğunu, dərman qəbul etdiyini, həqiqi hərbi xidmətə aparılmadığını deyir. Öz təbirincə desək, başında problem olduğunu iddia edir. İndi isə keçək Nuranənin atasının iddialarına. Nuranənin atası İlkin Ələkbərov bildirir ki, qızının 16 yaşında olduğunu hər kəs bilirdi. Qaçırılma ilə bağlı şikayət etmədiyini, qızını geri tələb etdiyini, lakin ona verilmədiyini deyir. Mayın 20-sində prokurorluqdan zəng aldığını və morqda qızının öldüyünü öyrəndiyini bildirir. Seyid Rəsuldan şikayətçi olduğunu qeyd edir. Atanın sözlərinə görə oğlanın valideynləri qızının ölümündən xəbərdar olublar. O iddia edir ki, Nuranənin meyidi Kür çayından çıxarılarkən qarşı tərəfin ailə üzvləri hadisədən məlumatlı idilər və hətta meyidin sudan çıxarılmasında iştirak ediblər. Bu açıqlamalar rəsmi hökmün mətnində ayrıca hüquqi qiymətini tapmasa da ata iddiaları kimi qeyd olunur və hətta atası deyir ki, onlar qızımın meyidini gülə-gülə çaydan çıxarıblar. Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Seyid Rəsul Talıbzadə 11 il müddətinə azadlıqdan məhrum edilir. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən olunur. Beləliklə, bir tərəfdə 16 yaşında yarımçıq qalan bir həyat, digər tərəfdə 11 illik həbs hökmü və bunlara rəğmən Kürün sahilində susan bir gecə. Təbii, belə hadisələr təkcə azyaşlı ərə verilən qızların ailələrində yox, əksər ailələrdə ola bilir. Lakin yetkinlik insanların qərarları, hərəkətləri özlərinə məxsusluğunu göstərən məqamdır və atdıqları hər bir addımın məsuliyyətini özləri daşıyır. Yetkinlik yaşına çatmayan şəxslərin bu böyük məsuliyyətin altına salmaq isə hamımızın günahı və təqsiridir. Başda valideynlər, aidiyyatı qurumlar olmaqla bütün cəmiyyət bu cinayətə görə cavabdehdir. O hələ körpə idi, onu ölümə biz itələdik. Belə faciədən dərs çıxarmaq da vicdansızlıq olar, amma yenə də növbəti nuranələrə görə çalışmalıyıq. Uşaqlarımızdan heç olmasa 18 yaşına qədər müğayət olaq. Salamat qalın.